Salam ərvad olsun. Gününüz xeyirli olsun. Cümləniz də mübarək olsun. İnşallah səhər saatlarında biz Siqnal kanalında siqnalları paylaşdıq və demək ə, Qızılda ilkin olaraq, yəni Qızılda 4440-dan alış əməliyyatlarını verdi və 4467-ləri take profit, eləcə də gümüşdə deməli buy 72.900-dən, hətta biz 72.500-dən vermişik. 73 700-ə qədər take profit təyin eləmişik. Eyni zamanda evro dollar, funt dollarda da biz əməliyyatları vermişik. Artıq deyək ki, hardasa bir 10 dollara yaxın oldu Qızılda, 40-dan hardasa 50-yə qədər demək olar ki, qalxdı. Yəni 10 dollar, 9-10 dollarla bir yüksəliş oldu. Yəni sizə ortalamağa dəyər. Və biz take profit'i gözləyirik 4468-lərə neçə qoymuşuq take profit'i görəsən burada. Baxaq, demək take profit 67-lərə. Dünən nəzər çatdıraq ki, dünən Qızılda biz əməliyyatlar icra etdik. Hansı əməliyyatları? İlk öncə nəzər çatdırım ki, biz Qızılda 4472-də alış əməliyyatlarını verdik. Bu gəlirlə bağlandı. Sonra yenidən alışlar 76-dan 86-da bu da gəlirlə bağlandı. Sonra 4485-dən 4501 və 4514-15-lərə qədər qalxdı. Bu da gəlirlə oldu. Gümüşdə də gəlirlə oldu. 2 dənə gümüşdə alışlar. Evro dollarda, funt dollarda, neftdə satışlar gəlirlə oldu. Yəni 8 əməliyyat, digərlərindən xəbərim yoxdur. Yenə baxmaq lazımdır. Amma evro dolları, funt dolların selini bilmirəm. Yəni açılıb yoxsa açılmayıb, ondan xəbərim yoxdur. Yəni baxmamışam. Çünki məndə ümumiyyətlə baya daha üstünlük var idi deyənə biz bay əməliyyatları. Yəni indi gümüşdə də bay əməliyyatları vermişik və yuxarıları gözləyirik. Təbii ki, yenidən 72-900-lərdən bay gələcək. Hardasa ilkin olaraq 73-400-lər hədəflərdir. Evro doları gəldikdə isə evro dolara biz alış əməliyyatlarını hansı nöqtələrdə verə bilərik? 1.16-200-lərdən alışlar gələcək evro dollarda. Təbii ki, 200-3 spesli gəlirlə yəni take profit təyin edə bilərsiniz. 1.16-lardan isə satışlar gələcək. Bu evro dolların rəqabətində deyil. Funtda isə alışlar 1.34 hal-hazırdakı vəziyyət, baxaq hal-hazırdakı vəziyyətə 34-300-lərdə, 34 hardasa deməli 450-lərdən alış əməliyyatlarından girməyə dəyər. Biz deyəsən 500-ləri təyin etmişik siqnal kanalında və 700-lərə take profit qoymuşuq ki, 200 pesi bağlasın. Satışlar isə 1.34 200-lərdən, 100-lərdən olsa versəz daha yaxşı olar, əgər ora ensə. Bitcoin-ə gəldikdə isə Bitcoin neyindir? Bitcoin yenidən hələ deməli gördüyünüz kimi, bildiyiniz kimi hələ təzyiq altındadır. Alışlar, yəni qısa alışlar, belə deyək. Yəni bu qiymət hardasa az da olsa yuxarı qalxa bilər. Amma əsas alışlar biraz yüksəkdən gələcək. O da hansı nöqtələrdən? Demək 65, yəni 400-lərdən əməliyyatları icra etsəz daha yaxşı olardı. Yəni bu nöqtələr 64, deməli 64-800-lər dönüş nöqtəsidir. Yəni bundan biraz yuxarı formalarsa 65-200-lər deyək ki, alışlar üçündür. Satışlar yenidən uşaqlar, deməli aşağı gəlsə 61-800-lərdən yenidən satışlar olacaq. Ethereum da hələ aşağıdadır. Yəni gördüyünüz kimi, bildiyiniz kimi bu da Bitcoin ilə eyni gedir. Alışlar 1172-lərdəndir. Satışlar isə 1700 hardasa 1700-lərdən satışlara girmək olar. Amma alışlar ilkin olaraq 1771-lər, yəni dönüş kimi də ola bilər. Yəni biraz ehtiyatlı olun. Gözləyin ki, 1775-lərdən yuxarı formalaşsın, alış əməliyyatlarına girin. Və neftə gələk uşaqlar. Neft dünən biz alış əməliyyatlarına demişdik 100.40-lardan olmadı, satış əməliyyatları gəldi. Satış əməliyyatlarında
biz dünən qeyd etmişdik sizinlə və satış əməliyyatları gəldi, mükəmməl bir nəticə verdi. Bugün hansı nöqtələrdə biz alış-satış əməliyyatlarını verə bilərik və bir sadə analiz üsulundan təbii ki, bizim sistemimizə uyğun bizə təklif verib, burada qiymətləri, rəqəmləri sizə deyirik. Deməli, 97-60'lardan satışlardır uşaqlar. Alışlar isə 99-10'lardan gələcək. Yəni, bunu qeyd edin özünüz üçün. Biz də qeyd edək sizin üçün. 97 əsas alış və satış əməliyyatları, yəni daha dəqiq olsun, 99 10'lardan biz alışları təyin edək. Yəni, satışlardakı bəlli məsələdir, hansı nöqtələrdən, yəni ümumi istiqamət aşağıdır və digər cütlüklərə gəldə isə Nasdaq, S&P, Dow Joneslar, yəni təbii ki, yüksəlişdən sonra korreksiyalar olmalı idi və korreksiyalar müşahidə olunur. Burada səhər saatlarında demək Dow Jones'dan söhbət gedir. Dünən çox sürətli qalxdı və hədəflər olaraq yəni 51-600'lərə yəni yaxınlaşdı. DX Tax isə o qədər də hələ ki getmək istəmir yuxarı. Nasdaq da ki qalxmışdı, korreksiyasını verir. S&P də yəni hədəf olaraq yuxarıdakı hədəfi 7800'ləri gözləyir. Hələ ki rekordla S&P ilə Dow Jones'la Nasdaq-la DAX isə hələ biraz ləngiyir. Yəni biz təbii ki, bizdə əsas məsələ qızılla gümüşdür və biz bu nöqtələri gözləyirik ki, yuxarı qalxsın ki, gəlirlə nəticələnsin. Alternativ ssenaridə qızıl üçün satış əməliyyatları uşaqlar. Qızıl üçün satış əməliyyatları təbii ki, yeni 4414-dən satış əməliyyatları, yəni yenidən 10 dollara, 15 dollara aşağı gəlməsi gözlənilir. Təbii ki, gümüşdə də satışlar 72-300'lərdən gələcək uşaqlar. Bunu da nəzərə alın. Yəni, bunlar biz alış əməliyyatlarını vermişik. Yəni, lotları gizlətmişik ki, siz görməyəsiniz. Yəni, 0.1 olsaydı, 0.1 olsaydı problem deyil, nümayiş etdirərdik. Amma biraz böyük lotlardır deyənə, ona görə biz onu gizlətmişik. Və burada biz onu bağlasaq, indi bağlasaq kifayət qədər gəlir edir. Belə biz siqnal kanalında siqnalları paylaşdıq. Siz də abunə olun və gün ərzində siqnalları yəni əldə edin. Yəni dünən gördüyünüz kimi burada qızılda 10 dollara qalxış, sonra gümüşdə alış əməliyyatları, gümüşdə satış əməliyyatları, yəni burada hamısı qeyd olunub. Gümüşdə satış əməliyyatları 73-200'lərdən idi. 73-200'lərdən baxaq hara düşür? 200'lər hara düşür? 73-200'lərə, bu 100'lərə qədər gəlir. Bu uşaqlar demək birinci əvvəl burada 70 səhər saatlarında 73'lərdən sonra deməli qiymət 72-800'lərə qədər düşüb 900'lərə qədər gəlsə uşaqlar nə qədər edir? Bir dənə baxaq. Deməli gümüşdə 300 pips, yəni bu mükəmməl nəticədir. 800'ə qoymuşduq, 850'dən desən qayıdıb. Amma sığortalamağa dəyərdir. Belə, dünənki bu əməliyyatlar budur və biz dünən euro dollarda da alışları vermişdik və mükəmməl alışlar gəldi evroda. Satışlar sonradan gəldi uşaqlar. Deməli, satışlar biz dünən 1.15 950'lərə qoymuşduq. 950'lər olmayıb satış əməliyyatları. Nə yaxşı ki olmayıb. Deməli, satışlar 950'də, amma 970-80'lərdən qayıdıb. Alış əməliyyatlarından mükəmməl nəticə verib. Yəni, fut da qəşəng gəlirlərini verirdi. Əsasən də yəni, bizim üçün maraqlı olan qızıldır və gümüşdür. Yəni, əsas maraqlı olan bunlardır. Belə uşaqlar, inşallah görüşmək ümidi ilə cümləniz mübarək olsun. Ayın 11'i bizdə ofisdə deyək ki, seminar var. Ayın 21'i isə möhtəşəm bir tədbir var. Həm seminardır, tədbirdir, coffee break, nağd pul uduşları, oyunlar, müxtəlif oyunlar və sonunda da şam yeməyi. Yəni, hamınız dəvətlisiniz, real hesabı olanlara aiddir.